Bakıda dəhşətli ailə faciəsi yaşanıb. Teleqrafın əldə etdiyi ilkin məlumata görə, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb. Əldə etdiyimiz məlumata görə hadisəni törədən Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyevin oğludur. Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayon ərazisində qeydə alınıb. Sabunçu rayonunun Maşdağı qəsəbəsində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub. Yanvarın 24-də 1981-ci il təvəllüdlü Emil Ağayev, anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı bıçaqlayaraq amansızlıqla qətlə yetirib. Bildirilib ki, Emil Ağayev cinayət günü həyat yoldaşı ilə birlikdə qaynanası gildə qalıb. Səhər saatlarında öz evinə qayıdan şəxs anasının iş yerinə taksi göndərərək onun evə gəlməsini xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qonşuların sözlərinə görə Ağayevlər ailəsi məhəllədə zəhmətkeş və sakit insanlar kimi tanınıblar. Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Çox gözəl ailə idilər. Anası namuslu qadın olub, Emil isə namaz əhli idi. Heç kimin onlardan məhəllədən narazılığı olmayıb. Deyəsən oğlan abo evində işləyirdi. Anası da toyuq fermasında. Zəhmətkeş qadın idi. Oğlundan savayı qızı da var idi. Özümüz də şokdayıq. Necə olub, belə bir hadisə olub. Can deyib, can eşidirdilər. Gedib anasını işdən gətirib, sonra hadisəni törədib, başqa bir qonşu bildirib. Qonşulardan bəziləri Emilin namaz əhli olduğunu bildirsə də, digərləri onun narkotik vasitə istifadəçisi olması barədə iddialar səsləndiriblər. Eşitmişik ki, belə şeylər edir. O yandan bu yana 12 ev var. Hamısı eyni sözü demir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Emil Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.